bu dünya yer verməz. Əgər qəlbində dünya yer versən, ölümü unudacaqsan, axirət həyatı qəlbindən çıxacaq, dünyaya bağlanacaqsan. Necə ki, Allah Rəsulü sallallahu aleyhi ve sellem buyurur ki, ləzzətləri paramparça edən ölümü çox-çox xatırlayın. Həqiqətən də belədir. İnsan bir şeyi unutmasın ki, gərək daim, hər zaman ölüm onun arxasıca onu təqib edir və izləyir və zamanı, vaxtı gözləyir. Ömər bin Abdüləziz rahmanullah buyurur ki, ey insanlar, siz əbədi qalmaq üçün deyil, köçmək üçün yaradıldınız. Sizə ölüm arxadan gəlib çatır. Kim ona hazırdır, qazandı, kim onu unutdu, həlak oldu. Həqiqətən elədir. İnsan ölümü, axirət həyatını unudanda heç bir şey əldə edə bilməz. Həlak olanlardan olar, Allah qorusun. Süfyan Əs-Səvri rahmanullah buyurur ki, qəbristanlığa baxanda görürsən ki, orada hamı səssizdir. Amma hər bir qəbir danışa bilsəydi, dinlənsəydi, sənə deyərdi ki, dünya ilə aldanma, özünü orada aldatma bununla. Həqiqətən də insan üçün ibrətli, hikmətli sözlər var. İnsan gərək axirətini düşünsün və ölümü hər zaman düşünüb Allah Sübhanə və Teala'ya yaxınlaşsın. Allah bizi əfv etsin.